Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Artıq göy pomidorun mövsümüdür. Mən də tez və asan hazırlanan göy pomidor turşusu hazırladım. Turşunu bankalarda hazırladığım üçün pomidorları kiçik ölçüdə seçmişəm. Sterilizə etdiyim bankalara pomidorların alt hissəsinə dəfnə yarpağı, albalı yarpağı, sarımsaq və quru turşu şüyüdü qoyuram. Əvvəlcədən yuyub hazırladığım pomidor, biber və sarımsağı bankalara yerləşdirirəm. Pomidorların arasına bir neçə ədəd albalı yarpağı qoyuram. Albalı yarpağı turşulara xüsusi dad verir. Turşunu bankalarda hazırladığım üçün biberləri uzunsov şəkildə doğrayaraq bankalara pomidorların üzərinə yerləşdirirəm. Yenidən aralarına sarımsaq və dənə istiot qoyuram. Sarımsaqlar iri olduğu üçün 2 yerə bölürəm. Pomidor turşusunu 2 üsulla hazırlayıram. Bankaların yarısını bütöv pomidordan, yarısını isə doğranmış pomidordan hazırladım. Hər bankaya 1 çay qaşığı şəkər tozu, 1 yemək qaşığı duz, 1 çay qaşığı üzüm sirkəsi əlavə edirəm. Çox vaxt hazırladığım turşularda sirkədən istifadə etmirəm. Amma elə turşular var ki, az miqdarda sirkədən istifadə edirəm. Hazırladığım bankalara qaynar su əlavə edib ağzını bağlayıram. Bankalar bir neçə saat qalıb soyuyandan sonra suyunu bir qazana boşaldıram. Qazana boşaltdığım suyun duzuna baxıram. Duzu az olarsa zövqə görə yenidən biraz duz əlavə edirəm. Həmin suyu qaynar edib yenidən bankalara pomidorların üzərinə əlavə edirəm. Bankaların ağzını kip bağlayıb ağzı aşağı çevirirəm. Hazırladığım pomidordan 4 banka göy pomidor turşusu alındı. Bankaların üstünü isti ədyalla örtüb soyuyana qədər saxlayıram. Bu üsulla hazırlanan pomidor turşusu çox dadlı alınır. Bu qədər mənim əzizlərim. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyənib abunə olmağı unutmayın. Hələlik.